mənim canımda kimisə. Nə pis təsir edir? Sən kim haqq verir mənim canımda kimsə söyürsən? Mən yox görmürəm, sən sual verirəm, sən niyə mənim izləyicimsin? Mən sən sual verirəm, sən söydü. Yalandan yazır ki, buradan yazır, sən söydü. Sən gəlib üstümə düşürsən, yoxsa sən söydü. Ay bala, sən sual verirəm, sən söydü. Mənim çatımda niyə söyrsən? Mənim çatımda niyə söyrsən? Ama da söyle yoxsa sən deyirəm ki, mənim çatımda niyə söyrsən? Çatımda niyə söyrsən? Niyə onu söyrsən, niyə cavab verirsən ki? Yalan danışdı, düz danışdı, niyə söyrsən? Mən sən ona görə moderator qoymuşam ora. Niyə söyrsən mənim cəmat orada? Yalan dedi, düz dedi. Sen kimse burada canlı yayında etiketleyip söylemeyin düz bir şey değil. Düz bir şey değil. Düz eləmirsən sən. Yaxşıdır, siz kişilərin bir dənə zadı var, eyvallah bəzilər bizim. Ayıb sən olsun ki, gəl mənim çatımda söyürsən. Xəstə. Yalan demirlər, screenshot atıblar. Etiketleyip söyüb. Mənə deyir bu dedi. Yox, bu deyəndə nə olur ki? Bu dedi, bu dedi, bu dedi. Dedi də. Bu dedi, sən də bu de.